Salam, hər vaxtınız xeyir olsun. Bu gün feilin şəkillərindən danışacağam. Bildiyimiz kimi feilin iki forması var. Feilin təsriflənən forması və təsriflənməyən forması. Feilin təsriflənən forması şəxsi kəmiyyətə və zamana görə dəyişir. Feilin təsriflənməyən forması isə şəxsi kəmiyyətə və zamana görə dəyişmir. Feilin təsriflənən forması dedikdə, feilin şəkilləri nəzərdə tutulur. Yəni təbii ki, buna əmr, xəbər, arzu, lazım, vacib və şərt şəkli daxildir. Feilin təsriflənməyən forması dedikdə isə buna məzdər, feil və feili bağlama daxildir. Belə deyim, rahat yadda saxlamaq üçün, yəni şəkilçilərini təbii ki, bilmək lazımdır. Əmr şəklinin, belə deyim, başlayaq yəni şəkillərdən. Əmr şəklinin xüsusi bir şəkilçisi yoxdur və buna görə bunun düsturu, yəni belədir ki, feil, period, şəxs oldu. Məsələn, mən gəlim. Sən gəl, o gəlsin. Biz gələk, siz gəlin, onlar gəlsinlər. Yəni, elə adından da göründüyü kimi şəxsi və kəmiyyətə görə dəyişir. Yəni, şəxslər arasında dəyişir, təkdə və cəmdə olur. Yəni, mən, sən, o, təbii ki, bunlar təkdədir. Biz, siz, onlar da bunlar cəmdədir və zamana görə dəyişir xəbər şəkli. Bir şeyin məqamı deyim ki, yəni feilin şəkillərinin sadəcə xəbər şəkli zamana görə dəyişir. Yəni keçmiş zaman, indiki zaman, gələcək zaman əsasında dəyişir. Amma əmr şəkli, arzu şəkli, lazım şəkli, vacib şəkli, şərt şəklinin zamana görə dəyişməsə də məzmununda gələcək zaman anlayışı olur. Xəbər şəkli, feil, period, zaman şəkilçisi, period, şəxs şəkilçisi. Məsələn, keçmiş zaman, şurada keçmiş zaman biraz deyək. Gəldim, mən gəldim. Sən gəldin. O gəldi. Biz gəldik. Siz gəldiniz. Onlar gəldilər. İndi, baxın, gəl, di ayrı, m ayrı. Təbii ki, d, di, burada da keçmiş zamandır. M da nədir? Şəxs oldu. Eyni ilə, baxın, düsturda dediyim kimi, aydındır. Sonra yenə gəl, di, yenə burada keçmiş zaman şəkilçisidir. N da burada şəxs olduğu. Sonra, arzu şəkilçisi, yəni xüsusi şəkilçisi bu A-ədir. Ona görə feil, period, A-ə, period, şəxs olduğu. Məsələn, mən gələm, sən gələsən, o gələ, biz gələk, siz gələsiniz, onlar gələrlər, onlar gələrlər. Aydındır. Məsələn, gəl, gələ, arzu, şəkilçisi, bir də gələm, şəxs olduğu. Eyni ilə gəl, kaş sən gələsən, bir də bu da şəxs olduğu. Aydındır. Sonra, lazım şəkli. Şəkilçisi, ası,əsidir. Feil, period, ası, əsi, period, şəxs olduğu. Biz təbii ki, bilirik ki, lazım şəklinin inkarı yalnız deyil hissəci ilə düzəlir, yəni sözü ilə düzəlir. Vacib şəkli isə həm mamə ilə düzələ bilir, həm mamə şəkilçisi ilə düzələ bilir, inkarı ilə, həm də deyil sözü ilə düzələ bilər. Aha, məsələn, mən gələsiyəm, gələsiyəm, sən gələsisən, o gələsidir. Məsələn, gəl, ası, əsi burada nədir? Lazım şəkli, gələsiyəm də nədir? Şəxs olduğudur. Gəl, yenə kökdür, ası, əsi yenə nə oldu? Lazım şəklinin şəkilçisidir. Sən də nədir? Şəxs ol. Eyni ilə nədir? Düsturda verildiyi kimi. Daha sonra vacib şəkildə eyni ilə bunun kimi vacib şəklinin şəkilçisi malum-məlidir. Feil, period, malum-məli, period, şəxs olduğu. Şərt şəkildə həmçinin
fiil, plus sasə, plus şəxs sonluğu. Yəni bu düsturu bildikdə ümid edirəm şəkilləri yazmaq daha rahat olacaq.